Bir nəfər var, çıxır iddia eləyir ki, ilk Mehdidir, adı Əhməd Əl-Həsən əleyhissalamdır. Alimlər onu inkar eləyirlər. Alimlər inkar eləyirlər dedi, bir də dedi ki, reinkarnasiyanın haqq olduğunu deyir. Deyir, məsələn, reinkarnasiya haqqdır. Allahın ədalət sifətlərindən birinin göstəricisidir ki, bəzi insanlar var ki, dünyaya gələndə kör olurlar, şikəst olurlar. Yəni, bəzi adamlar var ki, aclıqdan əziyyət çəkirlər o müharibə şəraitində yaşayan ölkələrdə. Bunun özünün əslində bir səbəbi var imiş. Reinkarnasiya anlayışı var imiş və kim hansısa bir səhvlər edirsə, bir daha dünyaya gəlir, o səhvlərdən arınmaq üçün, başa düşmək üçün yenidən dünyaya qayıdırlar. Bəli. Bu iki söz mənə bəs elədi. Heç nə şəklini görmüşdüm, nə bir məlumatım var idi. Dedim, hə, mən ona inanıram. Niyə inanıram? Çünki mən bu sualların cavabını axtarırdım. Həmişə də Allaha dua eləyirdim ki, mənə bir işarə göndər, mən bir cavab istəyirəm. Mən bu suallarımın cavabını tapmaq istəyirəm. Və bu iki məsələ mənə həqiqətən bəs eləmişdi, amma mən sonra axtardım. Mən yerimdə dayanmadım ki, həmən onu qəbul edirəm. Sonra onun xütbələri var idi daha doğrusu. Sağ olsun Ənsari qardaşlar tərcümə etmişlər Azərbaycan dilinə, yəni ərəb dilində danışırdı və başladım araşdırmağa. Yəni o dövrdən bu dövrə qədər, yəni indiki zamana qədər həqiqətən bu dində olduğum üçün belə hər gün deyirəm, şükür edirəm. Çünki hər gün bir məlumat öyrənirəm. Hər gün bu dünyada niyə var olduğumun səbəbini başa düşürəm və həqiqi ibadət etdiyim üçün, Allah həqiqi ibadət etdiyim üçün ona şükür edirəm. Allahı tanıya bildiyim üçün ona şükür edirəm. Qaimə və Sadiq Abdullah Haşim əleyhissalama şükür edirəm. Yəmani İmam Əhməd Əl-Həsən əleyhissalama şükür edirəm. Çünki həqiqi xoşbəxtliyin nə olduğunu tapmışam. Həqiqi sevgi nədir? Onu bilirəm və bu dünyaya nə gəlmişəm, onun səbəbini bilirəm və öyrənməyə də davam edirik. Dayanmırıq. Biz bu bilgilərlə kifayətlənmirik.